Salam hörmətli kanal izləyiciləri. Bugün dim test toplusundan fonetika bölməsindən bəzi testlərin izahına baxacağıq. Başlayaq. Hansı sözlərdə q hərfi k səsini ifadə edir? Gəlin bir baxaq. Məqsəd sözündə necə tələffüz olunacaq? Məqsəd. Qəbul sözündə q olduğu kimi qalır. Deməli 2 mənə lazım deyil. Qəzet sözündə q olduğu kimi tələffüz olunur. Nöqtə sözündə q necə tələffüz olunacaq? Nöqtə. Maraq sözündə q x kimi. Diqqət sözündə biz bilirik ki, 2 qoşa q yanaşı gələndə biri k kimi tələffüz olunur. Maqnit sözündə q kimi tələffüz olunur. Miqyas sözündə də q kimi. Deməli bizdən nələri istəyir? K səsini ifadə edənləri istəyir. Cavabımız nə olacaq? 1, 4 və 6. E-bəndi. Hansı çərgədəki sözlərdə uzun tələffüz olunan sait vardır? Baxaq. Ədavət. Baxın, A uzun tələffüz olunur. Ərazi. A uzun tələffüz olunur. Ədalı. Burada da A uzun tələffüz olunur. Əlavə. A uzun tələffüz olunur. Bizdən də nə istəyir? Deyir, uzun tələffüz olunan sait var. Düzgün cavab olacaq. 2-də A bəndi. Hansı sözlərdə qoşa samitlərdən ikincisi cingiltili tələffüz olunur? Baxaq. Təfəkkür sözündə necə olacaq? Təfəkkür. Deməli, c kimi tələffüz olunur. Müfəttiş sözündə müfəttiş, d kimi. Libretto, d kimi. Şəffaf sözündə heç bir dəyişiklik olmur. Yəni olduğu kimi qalır. Qoşa f-lar. Qəssab sözündə də qoşa s-lar olduğu kimi qalır. Hoppanmaq sözündə hoppanmaq. Deməli, burada da b kimi tələffüz olunur. Yenə həssaslıq sözündə də s-lar olduğu kimi qalır. Bizdən deyir ki, ikincisi cingiltili tələffüz olunsun. Deməli, hansılar olacaq? 1, 2, 3, 6. Düzgün cavab olacaq. B bəndi. Hansı nümunələrdə birinci sözün son samiti cingiltili tələffüz olunmur? Nə zaman cingiltili tələffüz olunurdu? Özündən sonra saitlə başlanan şəkilçi və yaxud da söz gələrsə, o zaman bu qaydaya əsasən, baxın, mən buradan armud ağacı ifadəsinin, yəni 2-ni çıxıram. 2-ni çıxanda nə qalır? C gedir, A gedir. 4-ü də çıxıram, çünki q'dan sonra saitlə başlanan şəkilçi gəlib. Deməli, 4 də gedir. Cavab nə oldu? 1, 3, 5. Burada tələffüz necə olacaq? Palıd qozası, 4 manat, kitab satışı. Cavab olacaq 4-də E bəndi. Q hərfi hansı sözdə Y samitinin kar qarşılığını ifadə edir? Y-nın kar qarşılığı nədir? X üstü işdirik. Baxaq. Lakanik sözündə lakanik elə K kimi tələffüz olunacaq. Liderlik sözündə babıllı R kimi tələffüz olunacaq. Q da X üstü iştirik kimi olacaq. Türk sözündə olduğu kimi qalır. Məkkə sözündə K-nın biri C kimi olacaq. Bu da lazım deyil. Əmlak sözündə də olduğu kimi. Deməli, 5-də cavabımız olacaq. B bəndi. 6-ya baxırıq. İlk sözün son samiti kar tələffüz olunur. Deməli, biz buradan nə edəcəyik? Özündən sonra saitlə başlanan söz gələn variantı çıxıram. Deməli, burada B, D, E variantları gedir. Əncir yarpağı birləşməsində də R elə olduğu kimi tələffüz olunur. Ona görə C-ni da çıxıram. Qaldı A variantı. Fındıq ləpəsi. Burada Q olacaq. X kimi tələffüz olunacaq. Ona görə 6-da düzgün cavab oldu. A bəndi. 7-yə baxırıq. Hansı sözlərdə Q hərfi X kimi tələffüz olunmur? İndi baxaq. Yumşaq X kimi tələffüz olunur. Bulaq X kimi, yaylaq X kimi, ovlaq X kimi. Ona görə A-nı çıxdım. Qaymaq X kimi, bayraq X kimi, uzaq X kimi, zambaq X kimi. B də mənə lazım deyil. Bizdən tələffüz olunmayan istəyir. Yarpaq X kimi, işıq X kimi, qabaq. Burada Q-nın birincisi Q kimi, ikincisi X kimi tələffüz olunur. Otaq X kimi. Deməli, C-də mənim şərtimi ödəmir. Buruq X kimi, sarıq X kimi, çarıq X kimi, saçaq X kimi. Bu da mənə lazım deyil. Baxaq. Üfüq sözündə Q necə tələffüz olunacaq?
k kimi, şəfəq sözündə k kimi, müvafiq sözündə k kimi, sadiq sözündə də elə, yəni q x kimi tələffüz olunmur. Q kimi tələffüz olunacaq. Cavab olacaq 7-də Y. 8-dən davam edirik. Yarışda birinci gələn bizim Məhəmməddir cümləsindəki hansı sözdə cingiltili samitlərdən biri kar tələffüz olunur? Biz bu zaman nəyə baxacağıq? Qoşa samit işlənən sözü axtarmalıyıq. Bu da Məhəmməddir sözündədir. Burada da qoşamıqlar olduğu kimi deyilir. Cingiltili samitlərdən biri kar, bu qoşa d-lara aiddir. Biri t kimi tələffüz olunacaq. Ona görə 8-də cavabımız olacaq A bəndi. 9. Cərgələrin birində bütün sözlərdə uzun tələffüz olunan qapalı sait vardır. Bax, A variantında Asiman sözündə uzanma aya düşür. Bizdən nə istəyir? Qapalı sait istəyir. Ona görə A-nı çıxıram. B-də etibar sözündə E uzanır. Ona görə mən B-ni də çıxıram. Baxaq. Xüsusi sözündə U uzanacaq. Musiqi sözündə U uzanacaq. Təriqət sözündə də I uzanacaq. Deməli, məndən nə istəyir? Uzun tələffüz olunan qapalı sait var deyir. Düzgün cavab olacaq 9-da C bəndi. 10. Hansı sırada nöqtələrin yerində X tələffüz olunmalıdır? Deməli, baxaq. Bax, burada özündən sonra sait gəlib deyə mən bura X yaza bilmərəm. Olacaq nə X? Yəni, tələffüzünə görə X olacaq. Qonaq evi. Tələffüzdə belə olacaq. Bizdən tələffüzü soruşur. Burada Q-da samit gəlib. Həm də ki, bu əxlaq nümunəsi. Yəni, bu da getmir. C-yə baxın. Bulaq suyu. Tələffüzdə olacaq. Bulaq yazılır. Tələffüzdə olacaq. Bulaq suyu. Onda olacaq cavab C. 11. Hansı sözlərin hansında Q hərfi K səsini ifadə edir? Torpaqda Q X kimi tələffüz olunur. Bir mənə lazım deyil. Rəqs sözündə Q K kimi, miqyas sözündə elə Q olduğu kimi qalır. Qütb sözündə elə olduğu kimi qalır. Qayıq sözündə birinci Q Q kimi, ikinci X kimi tələffüz olunur. Layiq sözündə Q K kimi, maqnitofon sözündə də Q kimi. Deməli, hansılarda oldu? 2 və 6. Cavab oldu 11-də Y. Hansı sözün ilk samiti onun kar qarşılığı ilə əvəz edilsə, yeni mənalı söz yaranmaz. Deməli, baxaq. D-nın qarşılığı, kar qarşılığı nədir? T. Mən bura D yox, T yazsam olur tələ. Z-nınki S-dır. Saman. Yeni söz yaranır. Z-nınki S-dır. Bura yazıram zəfər, səfər. Yeni söz yaranır. Daha sonra V-nınki F-dır. F yazsam faza. Bu da yeni sözdür. Gövhər yerinə kövhər yazsam yeni söz yaranmır axı. Ona görə 12-də olacaq. D bəndi. 13. Hansı cərgədəki sözlərin yalnız birində uzun tələffüz olunan sait var? Deyir ki, yalnız birində. Katib, siyasət, elan. Siyasət və elan sözlərinin hər ikisində uzanma var. Təcili, qasid. Təcili, qasid hər ikisi uzanır. Şikayət, heca, ənənə. Bax, burada şikayət sözündə ancaq uzanma var. Ona görə cavab olacaq C variantı. Həmrəhlik, surət, çarə. Burada da hər ikisi uzanır. Dirçəliş, mədəniyyət, tərcümə. Burada isə uzanma yoxdur. 13-də cavab olacaq C. Cərgələrin birində Q hərfi ardıcıllıqla Q, G, X və K səslərini ifadə edir. Baxaq. Deməli, ardıcıllığı istəyir bizdən. Birinci sözdə üfüq sözü K kimi tələffüz olunur. Ona görə heç digərlərinə baxmıram. A-nı çıxıram. Deməli, qulaq aparatı. Bax, bu Q kimi, bu da G kimi tələffüz olunacaq. Çünki özündən sonra sait gəlib. Otaqsız sözündə Q, X kimi tələffüz olunacaq. Məqsəd sözündə də Q, K kimi tələffüz olunacaq. Deməli, mənim cavabım olur elə 14-də B. Digər variantlara baxsaq, burada haqqında, toqqa, aşıq havası. Bu mənim şərtimi ödəmir. Müşfiq, qutu, haqsız, qəza. Bu da mənim şərtimi ödəmir. Aşiq, aşıq, əqidə, papaq. Bu da mənim şərtimi ödəmir. Cavab olduğuna görə B variantı. 15. Tərkibində uzun tələffüz edilən sait vardır.
Kamal sözündə nə uzanma olacaq? Ona görə bir olanları çıxıram. B ilə Y getdi. Kitab sözündə də uzanma yoxdur. 4 olanı da çıxıram. Laləzar uzanacaq. Daha sonra daimi sözündə uzanma var. Həmçinin ora samit artırılır. Laureat sözündə uzanma yoxdur. 5 olan variantı da çıxıram. Qalır nə? 2, 3, 7 və 8. Fizik sözündə də uzanma yoxdur. Cavab olacaq 15-də C. 16. Hansı nümunədə ilk sözün son samiti kar tələffüz olunur? Deməli, ilk sözün son samiti kar tələffüz olunur deyirsə, burada özündən sonra sait gələn bütün variantları çıxmalıyam. B, C, D, Y. Qalır bir dənə A variantı. Qıraq, tərəf, Q, X kimi tələffüz olunacaq. Ona görə 16-da cavab olur A bəndi. 17. Hər iki sözə saitlə başlanan şəkilçə artırdıqda sözün sonundakı Q samiti Q samitinə keçmir. Bax, uşaq, uşağın. Keçdimi? Yaraşığın. Burada da keçdi. Qonaq, qonağın. Nitq, nitqin. Burada qonaq sözündə keçir, amma nitq sözündə keçmir. Bıçaq, bıçağın. Sadiq, sadiqin. Burada da sadiq sözündə keçmir. D'yə baxırıq. Yaraq, yarağın. Üfüq, üfüqün. Burada üfüq sözündə keçmir. İndi B'yə baxaq. Mitingin, piroqun. Deməli, burada hər ikisində keçmədi. Bizdən də hər ikisində keçməyəni soruşur. 17-də cavab B variantı. 18. Cərgələrin birində G hərfi ardıcıl olaraq G, G, X və K səslərini ifadə edir. Deməli, baxaq. Qulaq dərmanı. Burada ikinci Q, X kimi tələffüz olunur. Ona görə baxmıram digərlərinə. Üfüq xətti. Burada da Q, K kimi tələffüz olunur. Ona görə B-ni də çıxıram. Haqqında. Burada da Q, K kimi tələffüz olunur. C də lazım deyil. Qonaq otağı. Q kimi, X kimi, Q kimi, yarpaqdan X kimi və rəqs sözündə də K kimi. Deməli, düzgün cavab olur 18-də D bəndi. 19. Cərgələrin birində Q hərfi 3 müxtəlif səsi ifadə edir. Bax, yaraq sözündə X kimi, qapaq sözündə Q kimi, X kimi, qəlb sözündə də Q kimi. Bizdən deyir ki, 3 müxtəlif səsi. Burada 2 müxtəlif səsi ifadə etdi. Q ilə X səsini. Lazım deyil. Qonaq sözündə Q, X, otaq sözündə X, burada da Q kimi. Burada da 2 müxtəlif səsi ifadə etdi. Çanaq sözündə X kimi, aşıq sözündə X kimi, burada da K kimi. Burada da 2 müxtəlif səsi ifadə etdi. Nöqsan sözündə K kimi, qərargah sözündə Q kimi, rəqs sözündə də K olaraq tələffüz olundu. Deməli, bu da 2 müxtəlif səsi. Amma baxaq, çıraq, X, məqsəd, K, toqqa, K və Q kimi. Deməli, neçə səs ifadə etdi? 3 müxtəlif səsi ifadə etdi. 19-da cavab olacaq D bəndi. 20. Y samiti. Klasteri tamamlayan fikirləri müəyyən edin. Bəzi sözlərin tərkibində qoşa işləndikdə tələffüzdə biri düşə bilər. Bəli, məsələn, ədəbiyyat sözündə. Maneəli tələffüz olunur. Bəli. Kar qarşılığı yoxdur. Niyə yoxdur? X iştirik. Sözün sonunda qoşa gələ bilər. Yox, bu gələ bilməz. Səhvdir. Yəni, bunlar səhvdir. Yazıldığı kimi tələffüz edilən qoşa samitli söz yoxdur. Var. Məsələn, niyyət sözü. Sözün əvvəlində yazıldığı kimi deyilir. Bəli, bu düzdür. Sözün sonunda işlənə bilmir. Bu da səhvdir. İşlənə bilir. 20-də cavab olacaq. D bəndi. 21. 4 məqamda qalın, açıq, dodaqlanmayan saitin tələffüz edildiyi sözü müəyyən edin. Bax, burada oratoriya. Burada neçə dənə olur? 1, 2, 3 dənə olur. Bizdən 4 dənə istəyir. Deməli, A deyil. Orfoqrafiya sözünə baxırıq. Orfoqrafiya. Deməli, 4 məqamda qalındır, A saitləri açıqdır və dodaqlanmayandır. Deməli, elə B mənim şərtimi ödəyir. Morfologiya. Deməli, burada neçə dənə olacaq? Burada da 3 dənə olacaq. Maqnitofon. Maqnitofon sözündə 2 dənə olacaq. Astronomiya sözündə isə astronomiya.
Deməli 2-dən olacaq. Cavab olacaq 21-də B. 22. Fərqləndirilmiş sözlərdən hansıların son samiti cingiltili tələffüz olunur? Cingiltili samit nə zaman cingiltili tələffüz olunacaq? Özündən sonra saitlə başlanan şəkilçi və yaxud da söz gələrsə. Zəfər güllərini dövr qədimdən bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim. Deməli, hansında x olacaq? Yəni, cingiltili. 1, çünki özündən sonra sait gəlib. Bir də 4, özündən sonra sait gəlib. Hər ikisində qalanlarında x kimi tələffüz olunacaq. Hansı bəndlərdəki sözlərdə k, y, q əvəzlənməsi baş vermir? Baş verməyənləri istəyir. Gördüyümüz kimi iştirakınız, iştiraka. Biri olacaq 1, küləyin, küləyə, küləyə. Bu y-ya keçir. Ona görə mənə lazım deyil. Müttəfiqimiz, müttəfiqim, müttəfiqə. Bu da keçmədi. Bayrağın, bayrağa, bayrağımız. Burada da keçir. Bizdən baş verməyənləri istədiyinə görə cavab olacaq 1, 3. Hansı sözlərdə cingiltili samit özünün kar qarşılığı kimi tələffüz olunur? Deməli, baxaq. Cingiltili samiti deyir. Təmizkarlıq sözündə necə olacaq? Təmizkarlıq. R kimi tələffüz olunur. Q da, Q'nın qarşılığı da K-dır. Deməli, bu deyil. Buluddan biri olacaq bu. Maraqla. Bax, belə olacaq. Maraqla. Burada da Q'ın ödəmir. Çünki Q'nınki K-dır. Şəfəqlər. Deməli, biri olacaq 4. Palıdın sözündə də dəyişmir. Düzgün cavab olacaq 2, 4. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyənib rəy yazmağı unutmayaq.